Əmək itirənin Allah da əməyini itirir. Haqqa girənin Allah da zamanı gələndə haqqına girilir o insanın. Əzəcəksənsə, sən də əziləcəksən. Qırıb dağıdacaqsansa, səni də qırıb dağıdacaqlar. İlahi ədalət var, bumerang var, Bəli. qanunlar var. Bilirsiniz, həyatda elə mən əzdim, keçdim deyil. Yəni, bunun o biri tərəfi də var. Mütləq haqsızlığın necə olur ki, yaxşılıq edirsən, əvəzini alırsan, pisliyi ondan 10 qatı. Yəni, sanki Allahın səbri də daralıb. İnsanlar bir-birlərini o qədər pislik etməyə davam edirlər. Bundan hətta zövq alırlar. Bu pisliyi həyat tərzlərinə çeviriblər. Olmaz.